Əhməd, qardaş, səni istəyiblər də nə? Dedilər ki, bizim Əhməd də qardaşımıza solo da ifadəsi. Hə. Dincəlin. Darma, bir dənə bu soğulan çalsın, soruşsan. Hə. Əhmədi bir dənə alqışlayaq o. Sağ ol, var ol.
benim öz sevgilim, öz nazlı yarım. Sen benim öz sevgilim, öz nazlı yarım. Seni görecek keder ettin yarım. Seni görecek keder ettin yarım. Geldeler güler dilde bülbüler, dilde bülbüler ey nazlı cana. Geldeler güler dilde bülbüler, dilde bülbüler ey nazlı cana. Dağların başında güzel ceylan yol eyler. Dağların başında güzel ceylan yol eyler. Yüreğin başında benim peykan yol eyler. Yüreğin başında benim peykan yol eyler. Geldeler dilde bülbüler ey nazlı cana. Dilde bülbüler, dilde bülbüler ey nazlı canım. Geldeler güler dilde bülbüler, dilde bülbüler ey nazlı canım. Geldeler güler dilde bülbüler, dilde bülbüler ey nazlı canım. Eşkidendir bu kadar alemi, kömüsle fesat. Eşkidir mürşid-i kamil olan afak mürid. Eşke şagirdi cahan ehli kamil ustayad. Tabede Dağıda suret-i şirinini nakşeylerken vurdu başına külüngün, niye akır ferhan yar yar yar. Eşküdür alem ara daret eken mensuriyi. Eşküdür geysi kılan leyli geminden naşamad. Seyyida eşkü sözün söylemen afehmilerem. Çəkmə zəhmət nə bilir rütbə-i insan-ı cəmayat. Aman aman, aman ya. Sədai musiqi xoşdur mənimlə yar olan yerdə. Sədai musiqi xoşdur mənimlə yar olan yerdə. Xüsusən zövqələr alib muğamat var olan yerdə. Gərəkdir xalq arasında muğamatın. Yaranmışdır muğamatın, əzəbdir şux qəzəllərdən. Qəzəllər ixtilat eylər, qara gözlü gözəllərdən. Gözəllər imtina etməz bu sevdaya dözənlərdən. Həmişə şad olar dillər, kamança tar olan yerdə. Xüsusən zövqələr arıb muğamat var olan yerdə. Muğamat olmasa rövnəq gələrmi bəzm-i ürfanə.
Muqamat olmasa rövnə gələrmi bəzmi ürfanəm Məqami eşqidə şəmdir Mənəm ol şəmə pərvanə Ay biraz söhbət eləmə sərpay şulub salır Muqamat olmasa rövnə gələrmi bəzmi ürfanəm Məqami eşqidə şəmdir mənəm ol şəmə pərvanəm Əgər rişqəndilər etsə bizə hər naşi biganə Yəqindir qoymar kəssin çəmən gülzar olan yerdə Xüsusən zövqəlar arif Muqamat var olan yerdə Ay toy elə indi başlayır Bütün xalq musiqisində bu dəstgahdan əlamət var Bütün dünya musiqilərdən kökündə muğam musiqisi deyəmir Dərd budur Bütün xalq musiqisində bu dəstgahdan əlamət var Tamamən mahnı təsnifdə bu babətdən şərafət var Bunu bilməyənlərdə yəqin eydil qəbahət var Amandır bülbülü qoymun Ötüşsün xar olan yerdə Xüsusən zövqəlar arif Muqamat var olan yerdə Nə lazım musiqimizdə dolansın yad olan səslər Nə lazım musiqimizdə dolansın yad olan səslər Sərəncam eyləsin mütləq Gərək ustad olan kəslər Oxunsun şeirlər düzgün Yazılsın şuxlu xəmməslər Verilsin ali qiymətlər fəqət Huşyar olan yerdə Xüsusən zövqələr arif Muqamat var olan yerdə Muqamatın sədasından Gərəkdir xalq arasında muqamatım sədalənsin Muqamatın sədasından sevən dillər səfalənsin Qətağı şur şəhnazim de şur ilə nəvalənsin Qəmin olmaz sənin hacı Qəmə qənxar olan yerdə Xüsusən zövqəlar arif Muqamat var olan yerdən Ey xoş ol günlər ki mən həmraz edim canan ilə Ey xoş ol günlər ki mən həmraz edim canan ilə Neyməti vəslin görür nazın çəkərdim candan Görməmişdi gülşəni eşim əzani tətriqən Olmamışdı tirən yanıb şədi hicran ilə Ay Rövşən, aşıq başı məşuqə fəda olmasa olmaz Aşıq başı məşuqə fəda olmasa olmaz Bu rəsb-i eşq-i ta olmasa olmaz Aşıq yer ola padişahı məşriq-i məğrib Məşuqə qapısında gəda Olmasa olmaz aman 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 Yazın nəzr eyləmişəm sən kimi bir yarım Nəzr eyləmişəm sən kimi bir yarım o mənim Görüm qara xalin o mənim karım o mənim Qara
zülfündən alan gün Eyləmişəm könlümü zülfündən alan gün Qurban eləyim guşəyi çəşmindəki qala Qurban eləyim guşəyi çəşmindəki qala Olmaz belə qamət, belə gərdən, belə sinə Olmaz belə qamət, belə gərdən, belə sinə Nə deyim şükrü xudanın kərəminə Nə deyim şükrü xudanın kərəminə Bağlamışam din imanı zülfünə Mənim təki heyran halı zülfünə Tapşırıb gedirəm canı zülfünə Yaxşı saxla sən də əmanətim var Çəkərəm nazını hərdən mənə sən naz eləsən Bu nazı sən mənə yarın bir qədər az eləsən Qurban olam nazıdan, nazına yabazına Sən çoxdan sevirəm Qurban olam nazıdan, nazına yabazına Yorulanda din ha. Ahırıdır adından sonra okunur. Canı candan ayıran sevgili canan özüdür Canı candan ayıran sevgili canan özüdür Qəlbimi qan eləyən afət-i dövran özüdür Eşidin ləhni muğamatı eğer bab-ı kemal Məclisi əhli ədəb cənnət-i rizvan özüdür Seyyid Ustad bugün də bizə bir məktəbdir Seyyid Ustad bugün də bizə bir məktəbdir Bunu təsdiq eləyən tarixi dövran özüdür Zülfü tacidi muğamat deyilən sərdara Zülfü tacidi muğamat deyilən sərdara Sənəti ilə uzalan zirvələrə xayan özüdür Elə ki Hacı Baba gəldi bu sənət aləminə Elə ki Hacı Baba gəldi bu sənət aləminə Sən ona aşiq olayan Xaliq-i Sübhayan özüdür Əl-baba dəştidə tapdı oxutan ahu suyunu Əl-baba dəştidə tapdı oxutan ahu suyunu Bir Humayun oxudu mənbə-i ürfan özüdür Yaqubun cəhcəhi Yaqub gözünün mərhəmidir Yaqubun cəhcəhi Yaqub gözünün mərhəmidir Ləhni Davuddur və ya Yusuf-i Kənan özüdür Arifin ləhni hizazın özünə dərd eləmə Dərd deyil bəlkə bu səs dərdlərə dərman özüdür Tələtin gəldi savazı dayandır qulaq as Tələtin mahi münəvvərdir qəltayan özüdür Bir də ustad Cənəli yetirərmi bu zaman
sənəti ilə qazanan şöhrət ilə şan özüdür. Yadıma düşdü bugün bir Ağaxan sevdası. Yadıma düşdü bugün bir Ağaxan sevdası. Yoxluğuyla eləyən qəlbimizi qayan özüdür. İndi alim dayanıbdır sənətin fövqündə, qoruyur sənət üçün sahibi meydan özüdür. Borcumuzdur qoruyan bizdən malı qəzəli. Borcumuzdur qoruyan bizdən muğami qəzəli. Gözləyən bizdən onu Azərbaycan özüdür. Aqilin təbi rəvan sözləri də doğrudur. Aqilin təbi rəvan sözləri də doğrudur. Kim buna şək eləsə cahil nadan özüdür. Sərraf meydanında gövhər satanın öz gözündə də bir nur gərək olsun. Mən yazıram bu oxuyub pul qazanır. Sərraf meydanında gövhər satanın öz gözündə də bir nur gərək olsun. Məzmundan Fərhaddan danışan aşiq öz başında da bir şur gərək olsun. Səməndini cütən qoşmaq qatırla, səmənd ata deyərlər, farsız sözdür. Onu kötana qoşarsan qatırla, biri dalğalar, biri qabağa gider. Tutmurlar abi bir-birini. İnsan da elədir. Gərək hər yerdə özünə bab insan deyil. Asalarda misal var, deyir ki, həm nişinin bab elə, görən desin ha belə. Yəni oturduğun, durduğun adamı bilginlə kiminlə oturub durursan. Həm xəsiyyət ol günə. Nalğayq adamla oturarsan, həm nişin olarsan, bir hörmət olarsan. Gərək insan məclisə də gələndə oturduğu yeri tanısın. Gəlib deməsinlər ki, sən Allah biraz çəkil oyna, bura filan kesin yeri. Gərək özünü öz yerini müəyyənləşdirəsən, elə də öyle. Səməndini cütən qoşma qatırla, İlham olmur var dövlətlə yatırla. Söz oynatma kömürçü ilə şatırla. Şatır söylək kişilə nə deyərlər? Söz oynatma kömürçü ilə şatırla. Söz alıb verənin zur gərək olsun. Rüstəm zoru olsa belə qolundan, gərək yarın can verəsən yolundan. Xurma bitməz yolub yovşan kolundan, Süleyman aşıqı mur gərək olsun. Sözün meydanına söz bilen çabır, söz gelen olmasın mənadan sağır. Təndə nazik olsun dəzində ağır, bu fərqi görməyən kür gərək olsun. Nüktədanlar sözü sözdən seçərlər, zəmisindən dolu sümbül biçərlər. Laf sözdən, boş mənasız sözdən ötüb keçərlər. Sözün çəkisində zor gərək olsun. Yəni fədakar can çəkilmə qəti, ölümlə bitsə də vüsal həsrəti. Şairin ilhamı sözü söhbəti, çağlar bulaq kimi gül gərək olsun.
özü ceyran balası bir cüt maral ilə gəlir. 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 Sağ olun, var olun. Allah mübarek eləsin. Demək, Şağımda Tərkəmança toyu 10 il bundan qabaq olub. Düz 10 il bundan qabaq. Rövşən və oğlunun toyunda oturur orada. Allah saxlamış. Sonra olmayıb. Olsaydı yəqin biz olardı. Amma təəssüf edirəm, gərək olsun. Burada cavanlar oturmuşlar, nə qədər çoxlu cavan olur da. Hansı etiraz elədi? Hansı dedi ki, yox, bu olmaz belənsinə. Yoxdur belə şey. Özlərindən uydurublar bir çox adamlar ki, biz əşidari bir muğamatın vaxtı keçib. Muğamat nədir? Zamanı başqa zamanıdır. Xeyr, ha. Muğamatın vaxtı keçsəydi, 1000 illər boyu yaşamazdı. 1000 illər boyu yaşamazdı. Yaşayıbsa demək bugün də yaşayır. Bir şey ki, xalq özü yaradıb, heç vaxt onu məhv eləməz. Aradan xalqın özü yaratdığı, heç vaxt ona acı gəlməz. Ona görə də mən təşəkkür edirəm Rövşənə də, Füzuliyə də. Demək, nəsə vardı, ha? Nəsə var. Ha, bəy neslidir bunlar da, bu belə olmalıdır da. Vallahi düz deyirəm. Mən bir dəfə hərdən biz uçuşda oxuyanda, babanın sinifində Bəhram Mansurov gəlirdi ona. Bəhram Mansurov gəlirdi, çox adamlar gəlirdi, bütün oxuyanlar bizim sinifdə olardı. Bir gün söhbət elədi, dedi ki, bir dəfə Şağanda toydaydı, bunu Bəhram Mansurov danışıb, bizim sinifdə. Bir gün Şağanda toydaydı, beylərin toyu idi. Dedim, Bəhram bəy, hansı beylərim, mən maraqlanım. Dedim, daha mənim yadımda da ki, sonra, onu bilirəm ki, beylərin toyu idi. Seyid Şinski ilə mən oradaydı. Kamança da məndən kim? Saşa var, Ağzınaşvili, o kim olur?
Azərbaycanlı kamançılarından çox az oldu. Toyun əvvəlidir deyir. Seyid Şinski, Allah rəhmət etsin, böyük sənətkarıdır, dahi oxuyandır. O çox gözəl orta mahur oxuyurmuş, sonra çahargah oxuyurmuş. Hələ hamısını gözəl oxuyur. Məktəb onundur da, bu Muğam məktəbi, tədris olunan məktəb, onun proqramı əsasında qurulan məktəb. Gəldilər ki, ağa bir daha bizim üçün orta mahur oxuyur. Bunu Bəhram bizim sinifdə danışıb, mənim yanımda danışıb. Mən bunun şahidi olmuşam, qulaq asmışam. Bəhram bir gözəl orta mahur oxudu da, Bəhram yəni Seyid Şinski. Tardı. O vaxt bir dənə dəstgah oxumaq 1 saat azı çəkirdi. Azı 1 saat çəkirdi, saat yarım çəkirdi. Oxumaq qutardı. Toyxanadan gələn qonaqların birisi getdi, biraz keçdi, bir xeyli də təzə adamlar gəldi, qonaqlar gəldi. Gördülər Seyid bunlar da pul göndərdilər ki, Seyid bir dənə orta mahur oxusun, oxuyub da bir yarım saatından qabaq ürəyində dedim, ay ha, bu oxudu orta mahurdur da. Ben nə oxuyacaq eldi bundan sonra, özlüyümdə. Dedim, baxdım, gördüm Seyid gülür, mənim üz gözümdən mən də razılığımı hiss edeyim. Dedi ki, Bəhram, benim orta mahur kökələ görəydi. Dəfi də o vaxt torbanın içine koymuşlar. Torbadan da dəfi çıxartdı yavaş-yavaş. And içirdi Allah deyir, bir dənə orta mahur oxudu. Təxminən saat 10 dolar var belənsin. Hələ əsl toyun şirin vaxtıdır. Bir dənə orta mahur oxudu. O əvvəldə oxuduğu orta mahur çıxdı yatdı. Təzə materiallarla, təzə qəzəl. Oxuyanlar savadlı idi də, mənim tayım döyürdülər. Savadlıydılar oxuyanlar. O da yüksəkdi oldu. O qədər pul veriblər bizə ki, daha belə olmayan kimi. Sulunsu doludur. Bu bey deyil dediği adam da hansı bey olub onun adı yadındadır. Bu bey dediğin toyxananın qabağında əlin qoyub belə baxır. Oxudu, ikinci orta mahurda oxundu, qutardı. Gördüm gəldi yavaş-yavaş yaxına. Dedi ki, Bəhram, dedim bəli bey buyur. O bizim dillə vır pravajatı. O toy cemaat oturub saat 10-11'in yarısıdır. Cemaata dedi ki, cemaat toyumuz qutardı. Gedə bilərsiniz, sağ olun. Hamı baxdı bir-birinə, sirafin. Fikir ver ha. Dedim, ay bəy, nə şübhələ eləyirsən sən? Dedi, bu orta mahurdan sonra adam gedər yatar da, başqa şeyə qulaq asmaz. Biz nəyə qulaq assar, günah işlətmiş olar. Hələ bu səslə, bu sədayla gedək yıxılar yataq. Bu istirahat oldu bizim üçün. Bundan sonra heç nəyə qulaq asmaz. Yəni şağanda belə adamlar olur. Muğamatın, sözün, qəzəlin, ədəbiyyatın biz elə bilir ki, hələ belə olub da, yox. Bu cür nəhəng adamlar olur. Deyir, toyu dağıtdı ki, bu orta mahurdan sonra qutardı, damından sonra oxumağa lazım da keçsinə. Yığışdırdı, pulumuzu verdi, qalandı, götürdü, çıxdı, getdi. Bax, belə insanlar olur. Belə indi o, bəy, bir 3 nəsil Yüzbaşı Məhəmməd bəy olub, sizin nəsil olub, bir 2 nəsil ya 3 nəsil bəy nəsil olublar, Şahan Balaca kəndi. Bunlardan biri olub. Allah onların hamısını rəhmət eləsin. Ot kökü üstə bitər. Mən boş yerə bu bəy söhbətini işlətmədim. Mən boş yerə demədim bunu. Təsiri var. Gəl də. Gəl, niçin? Görsən nə gündəyəm. Ona görə də mən sizə təşəkkür edirəm. Allah səni var eləsin. Allah balalarınızı saxlasın. Çox sağ ol. Mən arzu edirəm ki, kəndimizdə dahi bu tar kamança ilə toylar da 10 il fasilə olmasın. Toylar olacaq. Amma 10 il muğamsız, qəzəlsiz, ədəbiyyatsız bey tərifi vardı ya. İndi bunların heç yerdə bu yoxdur. Bir daha sürən gün Zirədə idim, Zirədə qalıb bu adət. Bir də Hösandadır deyəsən, daha yoxdur belə şey. Amma görürsən şağandır, var, eləmək lazımdır. Mən olmaram, mən ki, mənim yaşım keçib, mənim heç toya gedən vaxtım dövrəsində. Mən buradayım. Amma oxuyanlar var, başqaları olsun, kim olur olsun, amma bizim milli musiqimiz olsun, milli dəyərlərimiz olsun, qoy bizim cavanlarımız bu ruhda tərbiyə olunsunlar. Biz hələ bildik, toy hələ olsundur ki, 5-6 saat yığışasan bir yerə, de gül, danış, fırsatlasın, oyuna çıx gedginə. Yo, toy o döyü.
Toylarımızın böyük fəlsəfəsi var, böyük fəlsəfəsi var. Toy məktəbdir. Toy ədəbərkan məktəbdir. O da pozulub. Bax, indi bu Vural sərpaylıq edir. Yaxşı edir. Yaxşı edir. O biraz yumuşaq adamdır o. Amma kənd cəmaatı gəlir onun arxasını dənsin ki, sən toyxanada hər şey cavabdəhsən. Qabaq sərpaylar belə olublar. O şüşünün sərpayı ona görə seçmirlər ki, hələ geçsin ortalıqda, salam mələk, xoş gəlmişsən. Yox. Sərpayı toyxanada hər şeyə cavabdəhdir. Toy yeysinin toyxanadan yarançılığı olmamalıdır. Hələ olmaq üçün də biz gərək sərpayıya özümüz beyət eləyək, tabi olaq ona müəyyən qədər. Yaxşı mənada deyirəm. Bildiniz? İndi Şirbala qalmış zirədə, o da rəhmətə getdi. Yoxdur da. Gedirəm kənd toylarına, bir də Sirəngində başqa bir yerdəydik. Aləm qarışıb bir-birinə 6 saat cavanlar olur. Axırı gün neynəmişəm, saxlamışam cəmaatı. Demirəm harada. Dünən yox, Sirən gün Allah'ın da olsun. Mənə cavanlar diyanın bir ağı diyandılar. Dedim, Allah saxlayır, yaxşı oynuyorsunuz, əla. Biz burada yaşlı adamlar var, bunlar da gəlib, bunlar da toya gəlib. Bunlar bəlkə bir müqama qulaq asmaq istəyirlər. Bəlkə biri bir dana çıxıb şeir demək istəyir. Bəlkə biri çıxıb bir dana təbrik demək istəyir. Bir mazal verin, bu qədər oynamaq olar. Deməli, keçmişdə oynamağı çox bəyənmir deyə bizim cəmaatımız. Nadir adamlar durub oynayardı, nadir hallarda. İndi oynuyorsunuz, amma daha bu qədər yoxdur. 6 saat bir üzü üstə. Olmaz, belə olmaz. İndi daha biz lafı keçmişə qayda bilmərik. Amma müəyyən qədər müəyyən şeylərə riayət eləmək lazımdır. Sərpay olar, vaxtı bölər. Yəni, 3 nəfər, 5 nəfər oynayacaq, sonra xanəndə oxudur, sonra oturun gözləyin. Bilsinlər də qayda qanun var axı. Bütün məclislərimiz elə qayda qanun əsasında olmalıdır. Çox danışıram. Allah mübarək eləsin. Bugün, hələ həmin toy oldu ki, müəyyən qədər o keçmiş ki, ruhiyyə bizə qayıtdı bizim mənəviyyatımıza qayıtdı və o günləri bizə xatırlatdı. Allah sizə can sağlığı versin. Allah balalarınızı xoşbaxt eləsin. Gözü dolsu görəsin. Burada cəmi subaylar var. Onlar olsun bu toylardan. Allah xeyir versin. Çox mübarək. Vural, nə demək istəyirsən deyinə? İsrafildən danışmışsın ki. Bu İsrafili görürsünüz. Bu bir Allah'ın belasıdır. Bizim zamanlığımız bir yerde keçir. And olsun Allah, bu toy sənin, o toy mənim. İsrafil kimi bizdə demək bir dəfə Habil Əliyev rəhməti gəlir liftə minməyə, knopkanı düz basmır, qapı da açılmıyor. Bu da deyəsən Malik Mansurov olur, bilməm kim olur. Gəlir Habil müəllim bir dağa deyən. Böyle açılır qapı, yürür, basır knopkanı getdilər yuxarı. Habil buna necəsə yaxşıdır. Deyir, tarsalanlar içində səndən yaxşı liftyor yoxdur. Zarafatçıydı. Deyir, tarsalanlar içində səndən yaxşı liftyor yoxdur. İndi bax, bu İsrafil var ha. Sənəti məlumdur. Sənəti məlumdur. Onu da izah eləməyə, tərifləməyə ehtiyac yoxdur. Amma özü o qədər gözəl insandır ki, İnan Allah'ın birliyinə, bu illər ərzində ondan zərrəcə bir dənə adamın incikliyi olmayıb. Ələ xüsusda mənə qarşı həmişə hörmətçil olub. Elə bilirəm ki, hamına qarşı elə olub. O xasiyyətdir də onda. Biri ilə belə olsun, biri ilə yox. O xasiyyəti ənəsinədir. Bugün də meydandadır. Onu gördüm, çox sevindim. Bizim Pakalenin adamlarındandır da. Allah onun ömrünü uzun eləsin. İlham bizim konservatoriyada oxuyur. Çox gözəl sənətkar kimi yetişir. Sıra gündə biz zirədə bir yerdəydik. Mən onu heç görməmişdim toyda, amma rast gəldi bugün də. Çox İsrafil, Allah sizə ömür versin. Bütün bu dəstənin uşaqlarını da Allah salamat eləsin. Sağ olun, həmişə toylarda bağışlayın. Çox sağ olun. Biz alqışlar gəlsin Nəcaqilə. İsrafil, çox sağ olun, var olun ki, yaxşı sizlər varsınız. Vallahi, yəni ki, gənclər öyrənirlər sizlərdə. Sağ olun, var olun. Allah sizi bizə çox görməsin. Amin Allah. Buyurun qardaş.
Oturun. Oturun qardaş. Hamımız oturun. Recep Bey de otursun. Hamımız. Recep Bey'in de soyucu ya. Yallah. Hamımızdan xaçım oturun. Gəl qardaş, gəl bura. Heç kim oynayacaq, ikisi oynayacaq. Yəni heç kim oynamasın. 2 nəfər oynayacaq. Getdik. Hə, nə idi qardaş? Xançovanı. Xançovanı. Gəl, gəl.